Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. Bugün mən evdə hazırlanan çox ləzzətli cemli biskvit hazırlayıram. Əvvəlcədən qaba 3 ədəd yumurta, stəkan yarım şəkər tozu əlavə edib yaxşı qarışdırıram. Yarım stəkan duru yağ, 1 stəkan süd əlavə edib və yenidən yaxşı qarışdırıram. 1 paket vanil, 1 paket qabartma tozu, 2 stəkan yarım ələnmiş unu az əlavə edib spatula ilə yaxşı qarışdırıram. Alınmış kütləni əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişirirəm. Alınmış biskviti 2 yerə bölüb arasına cem sürtürəm. Və budur, artıq cemli biskvitimiz hazırdır. İndi isə keçirik bəzək işlərinə. Kim hansı bir bəzək işindən istəyir, istifadə edə bilər. Burada şəkər pudrasından istifadə etdim bəzəmək üçün. Və budur, süfrəyə təqdim edirəm. Siz də hazırlayın, nuş olsun.